Möhtərəm müsəlman bacılar, indi isə gəlin cənnət əhlindən olan bir qadının qissəsinə baxaq. Cənnət əhlindən olan bir qadın. Bu qissə çox əzəmətli və içərisində ibrətlər və moizələr olan bir qissədir. Həmin qissə cənnət əhlindən olan bir qadının qissəsidir. Bu qissəni İmam Buxari və Müslim rahimehumullah səhih kitablarında rəvayət edirlər. Ata İbn Əbi Rabah İbn Abbas radiyallahu anhümədən rəvayət edir. Deyir ki, İbn Abbas radiyallahu anhümə mənə belə dedi: Sənə cənnət əhlindən olan bir qadını göstərimmi? Sənə cənnət əhlindən olan bir qadını göstərimmi? Dedim ki, bəli. Dedi ki, bax bu qara qadın. O, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldi və dedi ki, mən özümdən gedirəm. Yəni, mənim xəstəliyim var, özümdən gedirəm və mənim paltarım açılır. Allaha dua et ki, mənim bu xəstəliyim mənim üzərimdən qaldırsın. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İn şi'ti sabərti və ləkil cənnə və in şi'ti dəavtullah ən yuafiyək. Deyir ki, əgər istəsən, səbr elə, sənin üçün cənnət vardır. Yəni, bu xəstəlik üzərində səbr eləsən, bunun üzərində qalsan, səbr edərək, savabını Allahdan umaraq, sənin üçün cənnət vardır. Əgər istəyirsənsə, mən sənin üçün dua edim, bu xəstəliyi sənin üzərindən qaldırsın. Həmin qadın deyir ki, o zaman səbr edirəm. Yəni, cənnəti istəyir, səbr edir. Həmin çətin vəziyyətdə belə olsa, səbr edir, cənnəti istəyir. Amma sonra nə deyir? Deyir ki, فَإِنِّي أَتَكَشَّفْ فَدْعُ اللّٰهَ أَلَّا أَتَكَشَّفْ فَدَعَى لَهَا. Deyir ki, lakin mən həmin xəstəlik anında, həmin o özümdən gedəndə mənim paltarım açılır. Allaha dua et ki, mənim paltarım açılmasın. Gəlin, cənnət əhlinə olan bu qadının qissəsi haqqında düşünək. Buradan ibrətlər götürək. Bu qadın iman, sadiqlik, saflıq, din və həya əhli idi. Bununla bərabər o şiddətli bir müsibətə düşər olmuşdu. Bu da onun vaxt aşırı özündən getməsi idi. Vaxt aşırı özündən gedirdi. Bu onun üçün şiddətli, ağır bir müsibət idi. Bu hal onu çox narahat edirdi. Yorur, bezdirir və ona əziyyət verirdi. O, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir və ondan bu sıxıntının onun üzərindən qalxması üçün dua etməsini istəyir. Peyğəmbər sallallahu aleyhi və səlləm də onu daha əzəmətli bir şeyə yönəldir. Daha əzəmətli bir şeyə yönəldir və deyir ki, əgər səbr etsən, aqibətin cənnət olacaq. Əgər səbr etsən bu xəstəlik üzərində, sənin üçün cənnət vardır. Həmin qadın da bu qədər əziyyətlər və sıxıntılar çəkməsinə baxmayaraq, həmin gözəl aqibəti səbr edərək cənnətə getməyi seçir. Lakin yenə də onun qəlbini narahat edən bir şey var idi. Qəlbini narahat edən bir şey var idi. O da özündən gedərkən onun paltarının açılması idi. Diqqət edin, baxmayaraq ki, həmin qadın özündən gedərkən paltarının açılması öz ixtiyarı ilə deyil idi. Əslində bu üzürlü idi. Öz ixtiyarı ilə olan bir iş deyil idi. Əslində üzürlü idi. Çünki onun üstünün açılması onun ixtiyarı ilə deyil idi. Lakin onun güclü imanı, həyası və qəlbinin təmizliyinə görə o, həmin halda belə paltarının açılmasından şiddətli şəkildə narahat idi. Buna görə həmin əziyyətlərə səbr edərək cənnətə daxil olmasını seçməsi ilə bərabər Peyğəmbər sallallahu aleyhi və səlləmdən tələb edir ki, heç olmasa onun üçün dua etsin ki, o özündən getdiyi zaman paltarı açılmasın və Peyğəmbər sallallahu aleyhi və səlləm də onun üçün dua edir. Allahu Ekber, necə də əzəmətli bir qadın idi. Cənnət əhlindən olan bir qadın idi həyasına, imanına görə.